4 iyun üçün bürclərin proqnozu. Hər biri ayrı, qısa təhlil və məsləhətlə. Bugün enerjiniz yüksək olacaq. Yeni işlərə başlamaq üçün uyğun vaxtdır, amma tələskənlik etməyin. Məsləhət: qarşınıza çıxan fürsətləri dəyərləndirin, amma düşünərək addım atın. Buğa: sakit və məhsuldar bir gün yaşayacaqsınız. Maliyyə və ailə məsələlərində stabillik önəmlidir. Məsləhət: hisslərinizi gizlətmək yerinə səbirli və açıq danışın. Əkizlər, sosial çevrəniz genişlənə bilər. Yeni tanışlıqlar və xoş xəbərlər ehtimalı var. Məsləhət: açıq fikirli olun, amma dərin qərarlarda tələsməyin. Hərçəng: daxili dünyanıza qapanmaq istəyəcəksiniz. Emosional tarazlığınızı qorumaq önəmlidir. Məsləhət: sevdiklərinizlə ünsiyyət qurun. Sizi anlayacaqlar. Bugün diqqət sizin üzərinizdə olacaq. Liderlik qabiliyyətiniz ön plana çıxır. Məsləhət: egonuza nəzarət edin və başqalarının fikirlərinə də dəyər verin. Detallara olan diqqətiniz sayəsində işlərinizdə uğur əldə edəcəksiniz. Ancaq özünüzü yormayın. Məsləhət: fasilə verməyi unutmayın. Balans vacibdir. Tərəzi: gününüz harmoniya içində keçə bilər. Əlaqələrdə müsbət dəyişikliklər mümkündür. Qərar verməzdən əvvəl ürəyinizə və ağlınıza eyni anda qulaq asın. Gizli qalmaq istəyiniz güclənə bilər. Dərin düşüncələr və duyğusal təmizlənmə vaxtıdır. Məsləhət: etibar etdiyiniz biri ilə söhbət sizi yüngülləşdirə bilər. Səyahət: öyrənmək və yenilik arzusunda olacaqsınız. Hərəkətli bir gün ola bilər. İmkanlar qarşınıza çıxacaq. Sadəcə cəsarətli olun. İş və məsuliyyətlər ön plandadır. Planlı olmaq sizə vaxt qazandıracaq. Məsləhət: özünüzü yormadan sistemli işləməyə çalışın. Yeni ideyalar və fərqli yanaşmalarla uğur qazana bilərsiniz. Ruhunuz azadlıq istəyir. Məsləhət: qərarlarınızda balanslı olun, təkcə fərqlilik yetmir, uyğunluq da vacibdir. Balıq: duyğusal həssaslığınız artır. Yaradıcı işlərə yönəlmək üçün əla gündür. Məsləhət: intuisiyanıza güvənin, amma real faktları da nəzərə alın. Əgər istəyirsinizsə, bu proqnozları video və ya audio formatda hər bürc üçün ayrı-ayrılıqda hazırlaya bilərəm. Hazırlayım?